Qiyamət günü insana suallar veriləcək. Hər bir insana. Allahın huzurunda veriləcək bu suallar. Və bütün hər kəs də deyir, buna şahid olacaq. Ona görə deyir ki, sən düşün ki, o gün sənə verilən suallara cavab verə biləcəksənmi? Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, qiyamət günü qul 4 şeydən soruşulmadan ayağını irəli ata bilməyəcək. An umrihi, deyir ki, ona verilən ömürdən. İnsan ona verilən ömürdən soruşulacaq. Fimə əfnahu, ömrünü necə keçirdi, harada keçirdi, ömrünü nəyə sərf etdi? Bizim hər birimiz iman gətirən kişi və qadın hər bir insana aiddir. Ömrünü necə keçirir, nəyə sərf edir, harada keçirir? Və an şəbabihi fimə əbləhu, gəncliyini, cavanlığını necə keçirdi, harada keçirdi? Və an məlihi və an ilmihi, eləcə də o ona verilən maldan, sərvətdən, mülkdən soruşulacaqdır. Necə qazandı və necə sərf etdi və eləcə də elmindən. Ona verilən elmi insanlara çatdırdı mı? O verilən elmi insanlara təbliğ etdi mi? İnsan əgər elm öyrənirsə, birinci üzərinə düşən özü də əməl etməklə bərabər Allah bizi həqiqi şəkildə əməl edən qullarından etsin. Və bununla bərabər həm də o öyrəndiyi elmə dəvət etməlidir, təbliğ etməlidir.